teknoloji daha önceden eşidilir. O da 2000C sınıfının ifasında dünyaya sırf yaraşır. Derslerimize başlayırız.
dərtli. Dünyamızı qoruyaq biz, yaşatmağa can ataq biz. Sevgi, ümid və xoşbəxtlik, sülh olacaq sevincimiz. Salam balaca dostlarım, mən sizin yaşadığınız dünyayam. Salam dünya. Seni hoş gördüm. Xoş gördük uşaqlar. Səni gördüyümüzə çox şadıq. Elə mən də dostlar. Deyin görüm necəsiz? Biz yaxşıyıq dünya. Dünyada görək necəsən? Dünyada nə var, nə yox? Nə olacaq? Bəzən yoruluram, çünki hamara isə tələsir. Gah əsəbləşir, gah kədərlənir. Bəzən insanlar unudurlar. Kədərlənmə dünya. Sözün düzü hər səndən söz düşəndə elə arz edirik ki, bir özünü görək, səsini eşidək. Nəhayət bir gözəl günə qismət oldu dünyamızın özünə gəlmək. Deyin görüm özünüzü mənim qoynumda necə hiss edirsiniz? Sizi incidən, xətrinizə dəyən könlünüzə qıran varmı? Dünya həddimizə dəyən yoxdur. Sən narahat olma. Lakin bəzi dostlarımıza nigaranım. Odur ki, onları bugünkü tədbirimizə dəvət etmişik. Bilmirik gəbiləcəklər ya yox. Onlar çox uzaqda yaşayırlar ki, Nə qədər uzaqda yaşasalar da qəlbimiz bir yerdə vurur. gələrlər. Gəlin biz ümidimizi itirməyək. Ümid edək ki, hər şey yaxşı olacaq. Mən varamsa üzərlərdə yaşamağa dəyər demək. Çox yaraşır uşaqlara ümidlə sevinib gülmək. Ümid etmək nə gözəldir, sevgi dolu baxışlara. Məhəm verər hər gəlişim, enişlərə, yoxuşlara. Mən buradayam, lap sizin yanınızda. Adımı eşidəndə tez gəldim. Xoş gəldin Ümid. Sən gələndə hər tərəf işıqlandı. Mən elə bunun üçün varam. İnsanların ürəyində bir işıq kimi yanmaq üçün, onların qəlbində yaxşılıq toxumu səpmək üçün. Ümid sən olmasaydın bəlkə də biz tədbir keçməyə cəsarət etməzdik. Doğrudur. Doğrudur. Yanından çıxır. Cəsarət ümidin içində dolur balaca dostum. Biz bugün bu uzaqdakı dostlarımızı gözləyirik. Bilmirik gələcəklər ya yox. Dostlarımızın gəlişini böyük səbirsizliklə gözləyirik. Onlar gələcəklər, amma əvvəlcə siz bir şeyi anlamalısınız. Nəyi? Uzaq olmaq ayrı şey, unutmaq ayrı. Əgər ürəkdən çağırırsansa, sevgi yolları qısaldır. Sevgi açar yüreklerde, gönüllerde
boylanmış, boylanmıştır. Məni istəyirdiniz, mən gəldim. Salam Sevgi. Salam mənim sevimli dostlarım. Sevgi, sən gələndə qəlbimiz fərəhlənir, üzümüz gülür. Elə mən də o ümidlə gəlirəm ki, üzünüz gülsün, ürəyiniz fərəhlənsin. Sevgi, bizi sənsiz qoyma, sevgisiz həyat dəyərsiz olar. Dostlar, dünya bilir ki, mən o küçük qəlbinizə elə iz salmışamsa, oradan çıxan deyiləm. Yəqin bunu ümid də, dünya da bunu təsdiq edər. Elə deyilmi dostlar? Doğrudur, biz onlar üçün çox darıxmışıq. Bəzən müharibə olan yerlərdədirlər, bəziləri açılsız yaşayırlar. Mənim qoynumda hər şəxs sevinməli və xoşbəxt olmalıdır. Dünya, biz istəyirik ki, hər yerdə sülh olsun. Heç bir uşaq qorxmasın. Heç bir uşaq məktəbsiz qalmasın. Heç bir uşaq ana ata qayğısından uzaq qalmasın. Bax budur, siz belə düşündükcə mən güclənirəm. Sülh olarsa yeryüzünde dünya döner gülüstana. Tebessümler, kahkahalar, etir saçar dört bir yana. Güneş sülhe arkalanıp şefegini yayar düze. Ne güzel yaraşıptır sözü her gülen yüze. Salam uşaqlar. Salam. Hoş geldin. Sülh, sən gəlmisənsə, deməli ümidlər boşa deyil. Mən hər zaman çağrılanan, arzulanan yerə gələrəm. Amma məni əldə saxlamaq o qədər də asan iş deyil. Niyə asan deyil? Ona görə elə insanlar qəzəbə daha tezən inanır, sevgiyə yox. Biz sevgiyə inanırıq. Biz sülh istəyirik. Biz dostluğun gücünə inanırıq. Birazdan yolunu gözlədiyiniz dostlarınız gələcəklər. Doğrudur. Doğrudur uşaqlar. Qoy səsiniz bütün yer üzünə yayılsın. Dostlar, siz bir mahnıyla, bir şeir ilə dünyaya çağırış etməlisiniz. Mən belə səslər eşidəndə daha güclü oluram. Mən də gəlmişəm sözün səsini dünyaya uzatmaq üçün, səs-gönül sözlərini hər kəsə ucadan çatdırmaq üçün. Səs var ki, su səpər ruhuna bütün. Yayılar qəlbinə səs həzin həzin. Səs var ki, eşitsən çox sevinərsən. Oxşayar sevgilə səs könülləri.
düşənlə gəzərsən, səs var ki, aramla seçib düzərsən. Hətrə deməmək üçün onu bəzərsən. Her uşaq bir çiçektir, gülümseyir güneşe. Her ana körpəsiyle xoşbəxt olur həmişə. Dolsun gülüşleriyle, qoy yaxınlar, uzaqlar, dünyanın her yerinde xoşbəxt olsun uşaqlar. Dolsun gülüşleriyle, koy yakınlar, uzaklar, dünyanın her yerinde hoşbeht olsun uşaklar. Xoşbəxt olsun uşaqlar. Xoşbəxt olsun uşaqlar. Gələcəyə yol açan ayak izleri olsun. Her eve ışık saçan körpe gözlerim olsun. Dolsun gülüşleriyle, koy yakınlar, uzaklar, dünyanın her yerinde xoşbəxt olsun uşaqlar. Dolsun gülüşleriyle, koy yakınlar, uzaklar, dünyanın her yerinde hoşbeht olsun uşaklar. Xoşbəxt olsun uşaqlar. Xoşbəxt olsun uşaqlar. Her bağçada, her bağda nəğmələrim ucalsın. Boyatıb bu torpaqda qoy cavalasın, qocalsın. Dolsun gülüşleriyle, koy yakınlar, uzaklar, dünyanın her yerinde xoşbəxt olsun uşaqlar. Dolsun gülüşleriyle, koy yakınlar, uzaklar, dünyanın her yerinde hoşbeht olsun uşaklar. Dolsun gülüşleriyle, Koy yakınlar, uzaklar, dünyanın
çibəs deyəndə qurcalandın. Nəsə deyirəm, biraz telefonla oynayaq da. Ana, olar telefon verərsən? Yox, olmaz. Ata, olar telefon verərsən? Yes! Bir dakika. Məndə şikayetim var. Hansı bu? Dərs oxumamaq. Dayan, həyə hüquq yoxdur. Axı məndə yatmaq hüququm var. Mən getdim yatmağa. Dayan, geri qayıt. Deyince bir şey diyeceğinizi öğrenmişsiniz. Evet. Dayan, mənim diqqətim pozulub. Sizə nə oldu? Anam deyir ki, oyuncaqlarını topla. Sən də topla da. Axı balacayam. Sən niyə ağlayırsan? Sən də hüququn pozulub. Ağlama. Biz sənə hüququ qoruyacağıq. Mən uşaq hüquqları kitabıyam. Uşaqların belə hüquqları var. Təhsil almaq, oynamaq və dincəlmək, sağlam böyümək, zəvki və qayğı görmək. Yes, deməli həm oynamaq, yox, həm oxumaq, həm də dincəlmək lazımdır, yes. Mən səhifələrimdə körpələri qoruma naminə qanunlar açıq, düzgün şəkildə görsənilib. O hüquqa hər kəs əməl etməlidir. Tam doktor. Bana sormalıdır. Deməli bir yaz ders, bir yaz oyun. Elə sən qərar belədir. Unutma ki, uşaqları qorumaq, onlara sevgi və qayğı göstərmək hamımızın borcudur. Qoy bütün uşaqlar xoşbəxt olsun. Bütün dünyada sülh və sevgi olsun. Hayata şen bak, güzel kişiler günleri. Hayata şen bak, yadda sakla bu sözleri. Oyna, eğlen, sevin ve gülümsen. Destek olun, siz mənə, qaldırın eller. Şənlən, elləri mən görmürəm. Şənlən, sakitliyi sevmirəm. Şənlən, kədər nədir bilmirəm. Şənlən, Dəmgüssəyə girmirəm. Həyat çünki gözəldir, həyat çünki gözəldir, həyat
güzeldir. Hayat çünkü güzeldir. Həzz al hər bir məqamdan, həzz al hər bir məqamdan, həzz al hər bir məqamdan, həzz al hər bir məqamdan. Xoşbəxt ol və oyna. Xoşbəxt ol və oyna. Xoşbəxt ol və oyna.
arxasına qalan, onların xoşbəxt və savadlı böyüməsi üçün çalışan məktəbimizin direktoru Gülşən Orucovaya təşəkkür edirəm. Ezber olsun dillerde azadlık Türk kelimesi. Əziz balalar, bugün beynəlxalq uşaq günüdür və sizin bu tədbirinizin məhz bu tarixə təsadüf etməyi yəqin ki, özü də bir təsadüf deyil. Bayaq özünüz də dediniz. Arzu edirəm ki, dünyanız həmişə mavi səmalı, parlaq günəşli olsun. Heç vaxt müharibə səsi eşitməyəsiniz. Bu məktəbin şagirdi olmaq özü bir şərəfdir və düşünürəm ki, bu adı siz layiqincə daşıyacaqsınız və məktəbimizin uğurları ilə tanınan məzunları sırasında da olacaqsınız. Amma arzu edirəm ki, həmişə milli mənəvi dəyərlərimizə, ənənələrimizə sadiq qalasınız. Dilimizi, mədəniyyətimizi, tariximizi, incəsənətimizi layiqincə təmsil edə biləsiniz. Əziz valideynlər, sizi də təbrik edirəm. Çünki bu körpə balaların məktəb səhnəsində ilk çıxışlarıdır. Bundan sonra bu çıxışlar çox olacaq və öz çıxışları ilə sizi sevindirəcəklər. Arzu edirəm ki, həmişə o sevinclərlə yaşayasınız və bir məktəb ailəsi olaraq məktəbi, evladlarımızı, müəlliməni dəstəklədiyinizə görə sizə təşəkkür edirəm. Ayda xanım, sizin də bu məktəb səhnəsində ilk tədbirinizdir. Sizi də bu münasibətlə təbrik edirəm. İnanıram ki, bu balalar sizin uğurlarınıza da dəstək olacaqlar. Təbrik edirəm. Dünya bize, nur ile kendimize, gücün ışığında, bağlandı kucağında, yaşarmasın hiç zaman, körpelerin gözleri, ezber olsun dillere, azadlık Türk kelimesi. Sevinç olsun, her uşak gülümsesin, güneş var sönmesin, boy ucalsın süt sesi. Saftır arzularımız, süt sevgi günlük olsun, hoşbəxt olan alnımız, ürək fərəhlə dolsun. Hangi arzularımız, süt sevgi birlik olsun, hoşbəxt olan hamımız, ürək fərəhlə dolsun. Əziz valideynlər, hər birinizə təşəkkür edirəm. Bugün bizi tək qoymadığınız üçün, gəlib burada sevincimizə şərik olduğunuz üçün sizin hər birinizə təşəkkür edirəm. Bu tədbirin ərsəyə gəlməsində sizin də rolunuz böyükdür. Bunun üçün sizin hər birinizə böyük təşəkkür edirəm. Çox sağ olma bildirirəm, var olasınız. Ümid edirəm ki, axırıncı yox, axarıncı tədbirimiz olar. Bundan da gözəl tədbirlərimiz, bundan da gözəl balalarımızın çıxışları olsun. Sizi həmişə öz belə uğurlarıyla,
gözəl çıxışları ilə sevindirsinlər. Çox sağ olun. Təşəkkür edirəm sizə. Ümid edirik bəyəndiniz. Əziz valideynlər, bugünkü tədbirimizin ərsəyə gəlməsində 2 aydır mənlə çiyin-çiyinə çalışan tədbirimizin təşkilatçısı Xuraman xanıma təşəkkür edirəm. İlham müəllim, Zülfiyə müəllimə böyük əməkləri var. Xuraman xanım.